Əslində ananın övladı döyməsi, mən düşünürəm ki, ananın özü də o anda başqa nəyəsə əsəbi də ola bilər. Sadəcə bunu uşağın üzərində göstərə bilər. Çünki uşaq necə deyim, kiçik olduğu üçün, qorumasız olduğu üçün ana bütün əsəbini uşaqdan da çıxarda bilir. Ana bəzən öz valideynlərindən nə görüb onu sərgiləyir. Kopyalama var belə, kodlaşdırma var, hətta görmək var da, qohumda, qonşuda. Bəzən olur ki, egosunu göstərir ki, mən səndən böyüyəm, sən uşaqsan, mən necə istəyirəm, elə olmalıdır. Bəzən də uşağı empati duyğusu yoxdur ki, uşağın yerinə düşsün ki, aha bu uşaqdır. Bəzən biz bir məclisdə, bir qonaqlıqda olanda valideynlər uşağa aqressiv olanda mən deyirəm ki, nə olsun sən məndən danışırsan və yaxud biz buradayıq. O uşaq sənlə mənlə oturub qeybət qırasıdır, yoxsa seriala baxasıdır, yoxsa psixologiyadan danışasıdır. İcazə ver uşaq uşaqlığını yaşasın. Valideyn bilmir ki, uşağı empati duyğusu yoxdur ki, hissi yoxdur ki, bəzən emosiyalar qoymur. Çünki anaları da başa düşürəm, işləri mi, anaların yükü çoxdur, işi, yoldaşı, ailəsi. Qorxu var onlarda çox, həyəcan pozuntusu var, trevojnost deyirlər. O həyəcan gələndə onlar da öz emosiyalarını idarə edə bilmirlər.